Salam dəyərli izləyicilər, bugün sizinlə mix səviyyəli test tapşırığına baxırıq. Qeyd edir ki, xəritə sxemlərdə verilmiş A adasını B adasından fərqləndirən əlamətləri müəyyən edin. A adasına baxaq görək hansı adadır, B adası hansıdır. A adası Madagaskar adasıdır, B adası isə Yeni Gvineya adası olacaq. İndi baxaq. Birdə qeyd olunub ki, yalnız bir ölkəyə məxsusdur. Buradan xəritəyə baxsaq görərik ki, Madagaskar ancaq bir ölkəyə məxsusdur, Madagaskara, amma Yeni Gvineya adası İndoneziya və Papua Yeni Gvineyaya aiddir. Yəni bu birinci A-ya aid olan B-yə aid olmayan xüsusiyyətdir deyə bunu fərqli xüsusiyyət kimi götürə bilərik. 2. İki işıqlama qurşağında yerləşir. Biz xəritəyə baxsaq görərik ki, Madagaskar adası tropik xətti kəsir deyə yuxarı hissəsi tropik, aşağı hissəsi mülayim işıqlama qurşağında yerləşəcək. Papua, daha doğrusu Yeni Gvineya adası isə ancaq tropik işıqlama qurşağında yerləşəcək. Ona görə bu da fərqli xüsusiyyət kimi götürülə bilər. Yəni A-ya aiddir, B-yə aid deyil. Günəşin zenitdə olma hadisəsi siz xəritədən gördünüz ki, hər ikisi ekvator və tropik aralığında yerləşən əraziləri var. Düzdür, Madagaskarın aşağı hissəsini buradan tropik xətti kəsəcək, aşağı hissəsinə aidləmirəm. Yəni yuxarı hissələrində və Yeni Gvineyada isə bütöv ərazisində günəş zenitdə ola bilər. Ona görə 3 olan variantları silirik. Müəyyən hissəsi subekvatorialda yerləşir. Hər ikisinin müəyyən bir hissəsi subekvatorialda yerləşir. 4 olan xüsusiyyətə getdi. Bütövlükdə cənub yarımkürəsindədir. Xəritəyə baxsaq, görərik ki, Yeni Gvineya adası da cənubda yerləşir və Madagaskar adası da cənubda yerləşir. Bu deməli fərqli xüsusiyyət deyil. 6-ya baxsaq, sahilləri yalnız Hind okeanının suları ilə yuyulur. Burada baxırıq ki, Hind okeanının sahillərində, deməli Madagaskarın sahillərinə baxırıq. Hind okeanının sahilləri yerləşir və Yeni Gvineya sahillərində Sakit okeanda görə bilərik. Ona görə də bu da fərqli olan, yəni A-ya aid olan, B-yə aid olmayan xüsusiyyət kimi götürə bilərik. 6-da olacaq 1, 2, 6 A variantı.